müştəri detallarını göstərmək istəyirəm sizə. 3 dənə detal göstərəcəm. Özüm də baxmamışam. Dizayner sexdə hazırlayır, düzəldir, detalları gətirir bura. Burada müştərilərə təhvil veririk. Bu arada ünvanımız da Babəkdədir. Biri budur. Baxın. Bu 3D printerdən çıxandır. Bu müştərinin verdiyidir. Bu da içi. Yəni heç bir fərq yoxdur. Qıraqdan da baxa bilərsiniz, böyrdən də baxa bilərsiniz. Yəni bu maşın tam olaraq arasıdır bilmirəm, amma yəni qalınlıq olaraq hətta bizim çıxartdığımız, yəni qalınlıq deyəndə bu ölçü qalınlığını demirəm, içinin sıxlığı. Sağa sola eləyəndə bax elə sıxmaq istəyirsən sağa sola getmir. Bizimki daha keyfiyyətli olduğu elə ələ götürəndə türkün məsələ bilmir. Bu da ikinci detal, həmsinin. Qeyri-adi detallardır, amma qəşəngdir. Bax, görürsən fərqli nəsə yoxdur ki. Bu müştərinin gətirdiyidir, bu Zavatskoy kimi bizim çıxartdığımızdır. Deşiklərinin ölçüsünə kimi belə bax. Eyni, fərqli nəsə yoxdur. Bu ikinci detal. Bunları arxada sökəndən sonra yığma vericinə qalır. Bu da maraqlıdır, bu da maraqlıdır. Bu niyə maraqlıdır? Çünki bunun içinə bax. Bax. Heç bir qram fərqli bir şey yoxdur. Yəni bu arada belə bir şey deyim, bunların qiymətləri həmişə bir dənə alanda biraz baha olur. Onun səbəbi nədir? Çünki burada əsas işi dizayner götürür. Amma sən bundan 10 dənə istəsən, 15 dənə istəsən, misal olaraq deyirəm, bunu sənə 30 manata demişiksə, 10 dənə istəsən, 10 dənəsini 180-a, 200-ə belə qiymətlərə eləmək mümkündür. Bax, bərklik olaraq da, yəni həqiqətən, bax belə elə nətər göstərəcəyini bilmirəm, elə sallayanda yəni sağa sola getmir. Bunun qədər bərkdir. Bu bərkdir, bayaq kimi deyil. Amma bu ondan da bərkdir. Keçən yerlərinə kimi, ölçülərinə kimi hamısı eyni. Bunların hamısı müştəri detallarıdır, təhvil olan, bugün gələn detallardır. Sizə də nə lazımdırsa, profildə əlaqə nömrəsi var. Zəng eləyin, köməklik göstərin. Sağ olun, salamat qalın.